Elitstar Cəmilə. Cəmilə xanım dünən gəlməyib ki, sənətə. Azərbaycanlı müğənni 700 min manatlıq ev aldı. Dünən 2 ildir səhnəyə gəliblər. Nə bilim, neynirlər, neynəmirlər. 1 milyona ev alırlar. 3 milyona onlar ev alırlar. Nə bilim, bahalı maşınları falan, avtomobillər. İndi Cəmilə xanım illərdir bu sənətdə can qoyur. O məgər 700 min manatlıq ev ala bilməz? Elitstar Cəmilə xanım maraqlı açıqlaması ilə gündəmə gəlib. Milli.az xəbər verir ki, ifaçının yeni ev aldığı barədə məlumat verdiyi cavabı müzakirə yaradıb. Məlum olub ki, sənətçi, yəni Cəmilə xanım 450 min manata ev alıb. Bundan əlavə Cəmilə təmirlə birlikdə ümumilikdə evinə 700 min manat xərc çəkəcəyini bildirib. Doğrudan onun bu etirafı bəzi insanlarda qıcıq yaradıb. Cəmilə xanım dünən gəlməyib. Cəmilə xanım neçə illərdir bu səhnədə ayaq döyür. Onun bəyəm, bu dəqiqə 5 milyonluq evdə oturmalıdır. Cəmilə xanıma halaldır. Cəmilə xanım mübarəkdir. Sara Səfuradan tövsiyə. Qapının üstünə bir dənə muncuq asarsınız, bir də belə yandırarsınız ki, adamlar belə müzakirə edir, söz-söhbət yaradır. Mütləq lazımdır.